Euro dollar, funt dollar cütünə gəldidə isə euro dollarda, funt dollarda hələ ki aşağı doğru istiqamətlə davam etdirməkdədir. Alışlar euro dollar rəqabətin günün ikinci yarısından sonra baş verəcək. Bu 1.18400-lərə təsadüf edir. Funtun dollar rəqabətində isə alışlar 1.36200-lərə təsadüf edir. Eyni zamanda Nasdaq, S&P, Dow Jones haqqında da danışaq. Bunlar alışlar Nasdaq'da yəni günün ikinci yarısından sonra 24.613'lərdir. S&P'də alışlar 6820'lər olacaq. Dow Jones'da alışlar 49.449'lar olacaq. Belə əzizlərim, yəni əsasən də yəni biz Qızla Fox'dan da yəni günün birinci yarısı 50 dollarlıq bir eniş, yəni mükəmməl bir nəticədir. Bütün Telegram siqnal kanalının iştirakçılarını təbrik edirəm. Təbii ki, kimi oradan 10 dollarlıq bir enişlə çıxdı, kimi 13 dollarlıq, kimi 20 dollarlıq, kimi 30 dollarlıq. Bu təbii ki, sizin özünüzdən asılıdır. Belə əsas oldu ki, yəni gəlirlə nəticələndi. İnşallah görüşmək ümidi ilə sağ olun.